Altıncılar iş dəftərində hər birinizi xoş gördük. Kanalımıza nə edirsiniz? Birinci abunə olursunuz. Abunə olun. Bir də yuxarıda kanal var. Cəbrayıl Əli kanalı. Orada dərsliklərin izahlarını izləmək üçün kanalımıza o abunə olun, dərsliklərin izahlarını qaçırmayın. O işdən yayınmaq üçün həmişə bir bəhanə tapır. Bəhanə. Dostunun qələbəsi onun da yarışda qatılması stimul sözünü soruşurdu bizdən. Bəyə gedir. Onun fikrini sübut etmək üçün heç bir dəlil, əsas gətirə bilmədi. Keçirib B variantına. B variantında nə istəyir bizdən? Frazeoloji birləşmələrin uyğunluqlarını istəyir yəqin ki. Canından keçmək. Canından keçmək bir şey uğrunda özünü fəda etmək olacaq. Üz-gözünü turşutmaq, narazılığını, yəni heç bir şey xoşlamadığını bildirir. Sözünü kəsmək, danışmağa fikrini bitirməyə imkan verməmək. Baş çıxarmaq, öhdəsindən gəlmək də ola bilər. İzi tozu qalmamaq. Deməli, baş çıxarmaq A, izi tozu qalmamaq da B variantı. Növbəti tapşırığımız bizim olacaq. Zamanlı Şuşanı uşaq vaxtı görmüşdü. Zamanlı Şuşanı uşaq vaxtı görməmişdi. Ona görə də onun həsrətində idi. Həmin vaxtdan onun həsrətində qalırdı. Zamanlının taqımı görüş yerinə axşam çatdı. Düzdür. Əsədov hücum əməliyyatının planını kağızda çəkmişdi. Bu da düzdür. Xüsusi təyinatlar Şuşaya əsas girişdən daxil yanlışdır. Xüsusi təyinatlar Şuşaya sıldırım qayalardan daxil olacaqdılar. Şuşada döyüş gecə yarısı başladı. Bəli. Şuşa əməliyyatı zamanının iştirak etdiyi ilk döyüş idi. İlk döyüş deyildi. Bundan əvvəl də döyüşlərdə iştirak etmişdi. Cavan zabitin dediklərini Əsədovla bağlı hansı məlumatı əldə etmək mümkün deyil. Biz Qarabağ müharibəsində düzdür. Oğlunun xüsusi təyinatını da bilirik. Amma Əsədovun hansı döyüşdə yer alındığı haqqında məlumatımız yoxdur. Növbəti tapşırığımız D tapşırığıdır. Leytenant zamanlı özü də yalnız piyada. Çünki yol dağlardan bunu biraz balacalaşdıraq. Meşələrdən keçirdi. Texnika aparmaq. Texnika aparmaq mümkün deyildi. Zamanlı görüş yerinə vaxtında çatmalıydı. Buna görə nə indirdi uşaqlar o dayanmadan yol gedir də. Dayanmadan yol gedir. Dayanmadan yol gedib vaxtında çatdı. Növbəti mətnə əsaslanaraq sualları cavablandır. Mayor Əsədov zamanının hərbi məktəb qurtardığını haldan bildi. Mayor Əsədov zamanının hərbi məktəb qurtardığını hardan bildi? Çünki zamanlı deyil, zamanlı Əsədova yaxınlaşanda da hərbi salam verir məncə. Hərbi salam verir. Ardın buraya yazırıq. Özünü rəsmi təqdim edir. Əsədov zamanının sözü nə üçün kəsdi? Çünki bu döyüş, bu gərgin vaxtı rəsmiyyətə ehtiyac görmədi. Mənə elə belədir.
Növbəti zamanlıya xas xüsusiyyətləri. Məsuliyyətli olması hardan bilinir? Zamanlı məsuliyyətli idi. Deyilən vaxtda çata bilir. Əsərovun yanında da rəsmi məlumat verir. Sonra döyüşə tam hazır olur. Yəni öz taborunu döyüşə hazır şəkildə hazırlayır və s. bu kimi fikirlər. 42 idi. Əskərlərinin qeydinə qalırdı. Sonra nə edirdi? Dincəlməyə vaxt verir onlara. Onlarla söhbət eləyə bilir. Onlarla söhbət eləyir. Onları qorumağa çalışır. Cəsur idi. Cəsur idi necə? Şuşaya öndə getmək istəyir. Şuşanın girişində irəli atılır. Və sair mətninə əlavə edib fikrinizi necə deyərlər, dəqiqləşdirə bilərsiniz. Belə zəhmli idi. Alnında çapıq vardı. Zahiri hündürboy. idi. Və yaxud burada şəkildən əslində ona bənzər bir fikirlər düşünə bilərsiniz. Fikirli idi. Nəyə görə uşaqlar həm də oğlunun fikrini eləyirdi. Cəsur idi. Bir neçə fikirləri əlavə eləyə bilərsiniz. Ondan sonra keçirik biz dil qaydaları, sözün başlanğıc forması. Kökü kamil. Baxın, kamillikdir olur. Kamillik. Leksiklik. Qrammatikdir. Gəmirmək sözün köküdür. Gəmiricilərin. Gəmirici. İcilərdir. Lərindir bu. Sağmaq, sağıcılarımız. Sağıcı yoxdur. Yuxusuzluğun. Yuxusuzluq başlanğıc formadır. Suz və luq. Un da qrammatikdir. Yaşıllaş ıbdır. Yaşıllaş başlanğıc formadır. Laş leksikdir. İbla dır da qrammatikdir. Axırıncını öz eləyin uşaqlar. Mən ayırıram burada. Şikayət, çillərə. Hansıra da sözlərin biri başlanğıc formada deyil. Güllük başlanğıc formadır. Yazıcı leksik var başlanğıc formadır. Güllük. Yazmaqdan yazıcı. Xəbərlər. Bir dənə qrammatik var. Solğun var. Ev, dar, məktəbli, qazanc, işıqlı. Deməli cavabımız oldu C variantı. Kökü feil başlanğıc forması sifət olan sözü seçin. Maraqlı kökü isimdir. Gözəl kökü feil deyil. Sürüşkən, sürüşmək feildir. Sürüşkən də başlanğıc formadır. Yanmaq da feildir. Yanğın isimdir. C. Uyğunluğu müəyyən edin.
qanmaqdan, qanacaqlı. Deməli, feil, isim, sifət, C. Səliqə, sizlik, isim, sifət, isim, isim, sifət, isim, C. Təmiz sifətdir, təmizkar sifətdir, axırda isim olur. Sifət, sifət, isim, A. Durmaq feildir, durğun sifətdir, luq isimdir. Feil, sifət, isim. Feil, sifət, isim, D. Kitab, xana, Ç. Hamısı isim, isim, isim. B. Növbəti. Kontekstə uyğun olaraq örtülü bazar, dostluğu pozar. Dayanacaq, avtobus dayanacaq. Əli sürücülük vəzifəsini alandan sonra atası maşına sürücülük. Və sonuncu sual, çarpayıya bənövşəyi rəngdə örtük. Və bununla da bu bölümü bitdi. Növbəti izahda görüşərik.